dövlətinin əsasını kim qoyub? Böyük Karl, Hlodvig, Gödək Pipin, 1-ci Ludovik. Frank dövlətinin əsasını kim qoyub? Vaxt bitdi. Düzgün cavab Hlodvig və 4 nəfər tarixi sevən əlaçılarımız var. Salarilər dövlətinin paytaxtı hansı şəhər olmuşdu? Ərdəbil, Təbriz, Gəncə, Dərbənd. Salarilər dövlətinin paytaxtı hansı şəhər olmuşdu? Vaxt bitdi. Düzgün cavab Ərdəbil və 6 nəfər tarixi sevən. Hindistanı ilk dəfə vahid şəkildə birləşdirən hökmdar kim idi? Şəmsəddin Eltutmuş, Aşoka, Əkbər Şah, Mürşid Qulu xan. Hindistanı ilk dəfə vahid şəkildə birləşdirən hökmdar kim idi? Vaxt bitdi. Düzgün cavab Aşoka və 10 nəfər. Bravo, növbəti xala qazandınız. O 1 Mart soyqırımı neçənci ildə 1918. Düzdüm. Qədim Misirdə hökmdar necə Firon. vardı? Düzdüm. Eramızdan əvvəl 49-44-cü ildə Yuli Sezar. Düzdüm. Böyük Çin səddi Yaponlara yoxsa Hunlara qarşı. Düzdüm. Qəbilə icması hansı dövrdə meydana gəldi? Üst paleolit. Düzdüm. Ərəb xilafətinin varlığına hansı hökmdar son qoydu? Hulaç xan. Düzdüm. Şərqi və qərbin hökmdarı adlandırdığı Toğrul. kim idi? Düzdüm. Qədim Spartada qulları Pilot. yoxsa düzdüm. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri kim olmuşdu? Səməd bəy Mehman. Yox, Xosrov bəy Sultanov. Düzdüm. Kəsranilər sülaləsi hansı Şirvanşahlar. Düzdüm. Qədim Yunanıstanda yuxarı şəhər Akropol. Düzdüm. İkinci Kir hansı Əhəməni. əsasını qoymuşdur? Düzdüm. Atabəylər dövlətinin varlığına hansı hökmdar son qoydu? Xarəzmşah Cəlaləddin. Düzdüm. Xəzər dənizində ilk ticarət gəmiləri Salarilər. Düzdüm. Naxçıvanın ilk general qubernatoru kim olmuşdu? Bəhram xan Naxçıvanski. Bravo! Əla! On 15 doğru cavab. Bakıda qızlar üçün ilk məktəbi kim inşa etdirmişdi? Hacı Nafın Tağıyev. Düzdüm. Qazaka hansı dövlətimizin paytaxtı olmuşdu? Azərbaycan. Düzdüm. 932-ci ildə Qaraxanlı dövlətində hansı din rəsmi din elan İslam. edildi? Düzdüm. Romanın azad əhalisi 2 yoxsa 7 yerə bölünürdü? Düzdüm. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı 1918-ci ilin sentyabrında hansı şəhərə Bakı. götürüldü? Düzdüm. 630-cu ildə Albaniyada hansı sülalə hakimiyyətə gəldi? Xeyr, Mehranilər. Babil dövlətinin ən qüdrətli hökmdarı kim idi? Hammurapi. Düzdüm. Qədim dövrdə Olimpiya oyunlarında kişilərin yoxsa qadınların Qadınlar. iştirak edirdi. Düzdüm. Sənətkarlıq hansı dövrdə müstəqil sahəyə Neolit. çevrildi? Xeyr, Orta Tunç Tunç. dövrü. Qədim Çində sarı sarıqlı və qırmızı qaşlı Xalq üsyanları. Düzdüm. Rəvadilər dövlətinin əsasını kim qoyub? Pas. Əbul-Hicam. Eramızdan əvvəl 327-ci ildə Makedoniyalı İskəndər hansı ölkəyə yürüş etdi? Yunanistan. Xeyr, Hindistan. Sizin 8 doğru cavabınız oldu. Tarix elminin əsasını kim qoymuşdu? Abbas Qulaq Bakıxanov. Xeyr, Herodot. Birinci əsrdə hansı din yaranıb? Xristianlıq. Düzdün. Eramızdan əvvəl 66-cı ildə Kür çayı sahili döyüşündə Roma ilə qarşı-qarşıya Albaniya. gələn dövlətimiz düzdür. Frank dövlətinin əsasını Richard yoxsa Hlodvig. qoymuşdur, düzdür. Qəbilə icması nə vaxt yaradılıb? Üst paleolit. Düzdür. Makedoniyalı İskəndərin sərkərdəliyi nəhayəti hansı döyüşdə Xeronaya. çıxmışdı? Düzdür. Qədim Misir dövlətinin ilk paytaxtı hansı Memphis. şəhər idi? Düzdür. 1040-cı ildə Dəndəkanın döyüşündə hansı dövlət qalib gəldi? Səlcuqlar. Düzdür. Eramızdan əvvəl 550-ci ildə hansı dövlət süqut etdi? Midiya. Düzdür. Qədim Yunanistanda bazar meydanı necə adlanırdı? Agora. Düzdür. Mərkəzi Asiyada yaranmış ilk türk dövləti hansı Hun, idi? Böyük Hun. Düzdür. Sultan Teymurun hansı ilk türk hökmdarı kim idi? Mahmud Qəznəvi. Düzdür. 100 il Mesopotamiyada hökmdarlıq etmiş. Kutilər. Düzdür. Qədim Romada ən qədim əhalinin məsilindən olan necə adlanırdılar? Plebeylər. Xeyr, patrisilər. Sizin 12 doğru cavabınız oldu. Qobustanda tapılmış Latın dilindəki daş Kərim bala. 84-96-cı illərə aiddir. Cavabınız aydındır, qəbul elədik. İndi gəlin sualı dinləyək. Qobustanda tapılmış Latın dilindəki daş kitabə kimlərin Azərbaycanda olduğunu göstərmişdi. Bəli, sual tam başqa bir sual idi. Romalıların cavab belə olmalıydı. Haqlısınız. Beləliklə Kərim bala növbəti suala cavab vermə hüququnu itirir.
Heysam İbn Xalid hansı dövlətin əsasını? Elcan, Şirvanşahlar. Heysam İbn Xalid hansı dövlətin əsasını qoymuşdu? Şirvanşahlar, təbrik eləyirəm. Nəhayət ki, birinci xalınız var. Misirdə kimi canlı ölülər? Elcan, Qulları. qulları dediniz. Misirdə kimi canlı ölülər adlanırdılar? Bəli, qulları. Tamamilə doğrudur.